Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allah'a sonsuz həmd sənalar olsun ki, bir daha ömrümüzdə mübarək Ramazan ayını yaşamağı və bu ayın orucun tutmağı, bu ayda ibadət, itaət etməyi və bu ayın Qədr gecələrindən ehtimal olunan gecələrdə Allah evində cəm olmağı bizlərə nəsib elədi. Ola bilsin ki, tam şəkildə bəlkə də fərqinə varmırıq bugünün mahiyyətinin, əzəmətinin barəsində. Sadəcə elə dəstə cəmi, hamı məsciddə, Qədr gecələrində cəm olar, biz də gəlmişik ki, həqiqətən də zatən Qədr gecəsinin həqiqətini dərk etmək bəşər evladı üçün mümkünsüzdür. Çünki Allah Mütəal öz Peyğəmbərinə belə buyurur ki, Qur'an-ı Kərimdə İnna ənzəlnahu fi leylətul qadr. Biz Qur'an-ı Kərimi Qədr gecəsində nazil etmişik. Bütün səmavi kitablar bu ayda, bu Ramazan ayında nə əzəmət varsa, Allah Mütəal bütün səmavi kitabları bu ayda nazil edib. Həzrət İmam Sadiq əleyhissalamdan da hədis buyurur, Ramazan ayının 12-sində Allah Mütəal Tövratı Həzrət Musaya nazil edib. Ramazan ayının 17-sində İnciri Həzrət İsa əleyhissalama nazil edib. Və Ramazan ayının 3-də Allah Mütəal Zəburu Həzrət Davud əleyhissalama nazil edib və Qur'an-ı Kərimi də Allah Mütəal əziz Peyğəmbərimizə Ramazan ayının Qədr gecəsində nazil edib. Çünki Qur'an-ı Kərimdə buyurur, Şəhrur Ramadan əlləzi unzilə fihil Qur'an. Ramazan ayı elə bir aydır ki, o ayda Qur'an nazil olub. Və başqa bir surədə Allah Mütəal buyurur ki, Bismillahirrahmanirrahim, İnna ənzəlnahu fi leylətil qadr. Bir ayədə deyir ki, biz onu Ramazan ayında nazil eləmişik. Bu bir ayədə deyir ki, Peyğəmbər, biz Qur'anı sənə Qədr gecəsində nazil eləmişik. Və ma ədrakə ma leylətul qadr. Peyğəmbər, sən bilə bilməzsən ki, Qədr gecəsi nədir? Yəni, Allah Mütəal istəyir deyir ki, Qədr gecəsinin o qədər əzəməti var ki, onun əzəməti, bərəkəti, sirləri mənim yanımdadır. Onu Peyğəmbərim, heç sən də bilə bilməzsən. Da indi Allah Peyğəmbəri bilə bilməzsə, mütləq budur ki, bəşərdə heç kim bilə bilməz. Yəni, bir nəfər əgər onu fəhm eləməkdə imkanı olsaydı, o da elə bəşərdə yeganə şəxsiyyət Peyğəmbər Əkrəm idi. Ondan keçəndən sonra da heç kim dərk eləyə bilməz onun həqiqətini, onun mahiyyətini. Amma görsənir ki, çox əzəmətli bir gecədir. Ki, Allah Mütəal adını da qoyub Qədr gecəsi. Bu gecənin adına da bir xüsusi surə nazil edib, Qədr surəsi. Və dedik ki, Qədr gecəsi bir neçə məna eliblər. Allah niyə buna Qədr gecəsi deyib? Bir mənası budur, deyiblər ki, Qədr, yəni qədri bilinməli bir gecədir, insan müğayət olmalıdır. İnsan başa düşməlidir ki, bu gecə mənim həyatım, mənim taleyim, mənim müqəddəratım həll olunur. İnsafən desək, İnsan bilsə ki, bu günləri onun müqəddəratı həll olunur, heç istəsə belə gözünə yuxu getməz ki, heç yata bilməz ki, insan. Bir nümunə, bir misal çəkəkdə, bilirsən ki, sabah məsələn, 2 nəfər böyük şəxsiyyət görüşəcək, sənin məsələn həll olunacaq orada. Ya yaxşıya, ya pisə. Nəsə bir sənin barında qərar veriləcək, sabah görüşdür. Səhərə qədər adamın gözünə yuxu getməz. Ki, mümkün deyil, o qədər də əhəmiyyətli bir məsələ deyil də, yəni, bu dünya həyatıdır da, azından çoxundan gəlib keçəcək bir məsələdir. Amma Allah bu gecədə bizim həm dünya həyatımızı və həm də axirət mənzilimizi
təyin eləyir. Təyinat gecəsidir. Ona görə həqiqətdə insan bu gecəni doğrudan qədri bilinməli gecədir. Bir məna deyiblər Qədr gecəsi, yəni qədər gecəsidir. Yəni bizim qədərimiz, taleyimiz təsdiqlənir. Çünki bu surənin ardıca ilə Allah özü də deyir bunu. Və ma adrake ma leylətul qadr, Peyğəmbər, sən də bilmərsən Qədr gecəsi nədir? Sən hardan biləsən Qədr gecəsi nədir? Leylətul qadr xeyrun min əlfi şəhr. Bu bir gecədir ki, 1000 aydan fəzilətlidir, 1000 aydan üstündür. Demişik keçən Qədr gecələrində də bunu ki, əziz Peyğəmbərimizin zamanında bir gün Peyğəmbər məsciddə əyləşmişdi, səhabələr də Peyğəmbərlə əyləşmişdilər. Peyğəmbər bir Bəni İsrail Peyğəmbərinin həyatından danışırdı. Tarixdə yazırlar, Şəmmun Peyğəmbər idi adı. Peyğəmbərimiz danışır, deyirdi, o uzun ömürlü bir Peyğəmbər olub və onun əshabı da uzun ömürlü insanlar olublar. Peyğəmbər dedi ki, onun səhabələri var idi ki, bəzisi 1000 ay zirehə əynindən çıxartmayıb, o Peyğəmbərin yanında cihad edib. Səhabəsi var idi, 1000 ay ancaq oruç tutub, 1000 ay namaz qılıb, 1000 ay zəkat verib. Peyğəmbər onun əshabından danışırdı. Təbii ki, Peyğəmbərin yanındakı olan əshab da biraz, belə desək, nicaran oldular, ya Rasulallah. Axı bizim o qədər ömrümüz yoxdur. Sən deyirsən ki, orada məsələn 1000 ay cihadda iştirak edirdi, amma bizim o qədər ömrümüz yoxdur ki, biz də istəyirik axı o qədər ibadət, itaət eləyək, sənin yolunda, Allahın yolunda xidmət eləyək. Deyir, bu surə həmin vaxtda nazil oldu. Həmin vaxtda surə nazil oldu ki, Peyğəmbərim, Leylətul qadru xeyrun min əlfi şəhr. Bu bir gecədir ki, 1000 aydan fəzilətlidir. 1000 ayımız 83 il eləyir. 83 il bir insan ömrüdür. Hətta mən bəzi müfəssirlərdən yazmışlar ki, bir insanın normal həyatı, insan kənar təsirlərlə həyatına zərər vurmasa, bilirik də, hədislərimizdir, günah ömrü qısaldır. Silə-i rəhmi kəsmək, qohum-əqraba münasibətlərini kəsmək ömrü qısaldır. Bəzi əməllər var, ömrü qısaldır. Və yaxud bəzi haram qidalar var, insanın orqanizmini məhv edir. Allah uzaq eləsin, içkidir və s. yaxşı. Bunlar olmasa deyil, bir insan normal, Allahın istədiyi kimi yaşasa və qeyri-təbii hadisələr baş verməsə, adamı öldürməsələr, terror eləməsələr, zəhərləməsələr, bu hadisələr baş verməsə, deyir, bir normal insan həyatı 83 il ən azı olmalıdır. Allah da deyir, bu bir gecədir ki, 83 ildən artıqdır. Demir ki, 83 ilə bərabərdir. Deyir, 1000 aydan əfzəldir, fəzilətlidir. Yəni, insan eləyə bilər, bir gecədə bir ömrü qazana biləcəyini bir gecədə qazansın. Bir gecədə hər şeyi dəyişə bilərik biz. Elə bir gecədir ki, Allah fürsət verdi Peyğəmbərinin xatırı içində, bizə görə deyil, Peyğəmbərin xatırı içində ki, sənin ömründə mümkündür 50 il gəlib məsciddə Qədr gecəsi keçirdəsən, 50 ili vur 83-ə, 83 ilə, 50 dəfə 83 ilin sən cihadının savabını qazanarsan, ibadətinin savabını qazanarsan, istiğfarının savabını qazanarsan ki, bunu heç bir Peyğəmbərin əshabına Allah bəxş eləməyib. Yeganə Qədr gecəsi Peyğəmbərimizə bəxş olunmuş bir gecədir. Gör, nə qədər fəziləti var bu gecənin. Tənəzzəlül mələikətə və ruh fiyhə bi izni rabbihim min kulli əmr. Bu gecənin fəziləti bundan ibarətdir ki, bu gecədə bütün mələklər və ruh yer üzərinə nazil olarlar. Niyə? Tənəzzəlül mələikətə və ruh fiyhə bi izni rabbihim min kulli əmr. Allahın izni ilə bütün işləri nizama salmaq üçün. Bütün işlər. Hamımızın tək-tək, bir-bir hamımızın bir illik müqəddəratı bu gecədə nə olur? Təyinatı olunur. Baxın, Allahın bizə olan lütflərindən də biri budur ki, Allah bizi üçün birbaşa bir həyat təyin eləmir. Bəzi əqidələr var, bəzi düşüncələr var, belə düşünürlər ki,
alın yazısı, yəni Allah biz üçün bir şey yazır və biz onu dəyişə bilmərik. Lakin belə deyil. Alın yazısı var. Qədər alın yazısı danılmaz məsələdir. İslamın inanclarındandır. Amma bunu düzgün başa düşmək lazımdır. Alın yazısı demişdik, bir var lövh-i məhfuz, hifz olunan lövhəsi Allahın, orada bəzi şeylər yazıb ki, biz onu dəyişə bilmərik. Məsələn, mən nə vaxt dünyaya gələcəm, hansı şəhərdə dünyaya gələcəm, hansı millətdən olacam, hansı irqdən olacam, hansı dindən olacam, hansı ata-anadan dünyaya gələcəm, bunlar dəyişməzdir. Lövh-i məhfuzda hifz olunan lövhədə bunlar yazılıb. Bir dənə də ilahi lövhə var, adı lövh-i məhvi vəl-isbatdır. Yəni, silib onu təzələmək mümkündür. Allah sən üçün 50 il ömrü yazmışdı, deyir, qohum-əqrəba münasibətlərini çoxalt, səcdələri uzat, sədəqələri çoxalt, mən sənin ömrünü artıram. Demək, dəyişiləsi bir məsələdir. Və Allah bu fürsəti bizə Qədr gecəsində təyin edir. Deyir, bu gecə mən sizin təyinatınızı verəcəm. Bu nəyə görə olacaq? Təyinat nəyə görə olacaq? Baxacaqlar elə üzümüzə, qaşımıza, gözümüzə. Kim biraz yaraşıqlı görsəndə gözlərinə onun müqəddəratını yaxşı yazacaqlar, xeyr. Bu gecəki bizim təqdimatımızdan asılıdır. Bizim səmimiyyətimizdən asılıdır. Allahla ünsiyyətimizdən asılıdır. Bir gecədir ki, Allah sanki bir müsabiqə keçirdir. Gəlin görüm, özünüzü necə təqdim eləyəcəksiniz. Və özünüzü necə təqdim eləyəcəksiniz də qoy xüsusi deyim. Bu gecə ibadətlər, müstəhəb əməllər, zikirlər, namazlar çox tövsiyə olunub. Amma bunlar deyil məsələ. Mühüm məsələ bunlar deyil. Mühüm məsələ Allahla bəndənin bugünkü səmimiyyətidir. İnsan qəlbini Allaha necə təqdim eləyəcək? Bir hadisə danışırlar tarixdə. Müqəddəs Ərdəbili alimlərin alimi idi Müqəddəs Ərdəbili. Çox əzəmətli bir alim olub Müqəddəs Ərdəbili. Qoy bir haşiyə çıxın Müqəddəs Ərdəbilini tanıyaq ki, kim olub. Bu bir şəxsiyyət idi. Deyirlər, getmişdi Nəcəfə Həzrət Əli əleyhissalamın ziyarətinə. O ziyarətdə deyirlər, Həzrət Əmir əleyhissalamın qəbrinin kənarında durdu. Bir dəfə dedi ki, Əssəlamu əleykə ya əmirəl-müminin. Ağa, salam olsun sənə. Yanındakılar deyir ki, biz eşitdik, Atifdən bir nida gəldi, əleykəssalam. Həzrət onun salamının cavabını verdi. İndi bəzən, mümkündür bəzi insanların ağlı, düşüncəsi bunu həzm eləyə bilməsini düşünürlər ki, bunlar nəsə xurafatdır və s. Bunlardan işimiz yoxdur. Bunlar inancı məsələsidir. Hər kəsin də qüdrəti çatmır ki, hər ilahi məsələləri həzm eləyə bilsin. Allah qüdrət sahibidirmi? Bəli. Şəhidlər diridirlərmi? Bəli. Həzrət Əmir əleyhissalam diridirmi? Bəli. Şəhiddirmi? Bəli. Bu gecələrin xüsusilə şəhididir. Və Müqəddəs Ərdəbilinin salamının cavabını verib, deyir, yanındakilər sevincək gəldilər onun anasının yanına. Müqəddəs Ərdəbilinin anasının yanına. Dedilər ki, ana, gözün aydın olsun. Dedi, nə baş verib? Dedi ki, oğlun Həzrət Əmir əleyhissalama salam verdi, onun salamının cavabını eşitdi. Dedi ki, çox təəccüblü bir şey deyil ki. Dedilər, ana, necə təəccüblü deyil? Bu boyda məsələ baş verib, sən desən təəccüblü deyil? Dedi, bəli. O Müqəddəs Ərdəbili ki, mənim oğlumdur, atası filan kəsdi. Bizim evladımız gərəkdir ki, elə Ərdəbildən salam verəndə salamının cavabını alaydı. Onun gedib Nəcəfdə Həzrət Əliyə zərihinin yanında durub salam verməyinə ehtiyac yox idi. Dedilər, axı, nə məsələdir? Dedi, bax, hadisəni danışım sizə. Müqəddəs Ərdəbili kimdir? Onun deyir, atası bir alimdir. Bir gün deyir, cavan vaxtı bir çay kənarı ilə gəzə-gəzə gəlirdi, gördü çayda bir alma üzür, tamahı çəkdi, götürdü almadan bir
dişlədi. Dişləyəndə yadına düşdü ki, axı mən bunun sahibi bilmirəm kimdir. Mən bunu necə yeyə bilərəm? Udmamışdı ya, sadəcə almanın şirəsi getmişdi ağzına. Tez peşman oldu, almanı ayırdı. Dedi, mən gərək bunun sahibini tapıb halallıq alım. Gəzə-gəzə çay boyu, çayın axarının əksinə gəzə-gəzə gəldi ki, görək harada bir alma bağı var, gördü bir alma bağı. Çatdı ora, ev sahibini çağırdı, bir kişi çıxdı. Dedi, bəs sənin bağından bir alma düşüb çaya, mən də onu götürüb dişləmişəm, indi gəlmişəm səndən halallıq alım. Həmin kişi dedi ki, səni mən halallıq verərəm, amma şərtim var. Şərtin nədir? Dedi ki, şərtim budur ki, mənim evdə bir qızım var, kardır, kordur, laldır, şikəsdir. Əgər ondan ailə həyatı qursun, mən sənə halallıq verərəm. Bir anlıq fikrə getdi bu Müqəddəs Ərdəbilin atası ki, bir axirət hesab kitabı var, bir də bu məsələni qəbullanmaq var. Ağıllı insanlar heç vaxt axirətə saxlamırlar. Ağıllı insanlar bu cürdürlər. Nəyin bahasına olursa olsun dünyada halallaşmağı üstün tuturlar. Ki, necə Peyğəmbərimizin həyatında var, ömrünün son 3 günündə gəldi məscidə, dedi ki, kimin haqqı varsa boynumda gəlsin halallaşaq. Danışmışdıq da onun barəsində. Bir nəfər istədi, qantısı var Peyğəmbərə. Dedi, mən razıyam ki, axirətə qalmasın. Axirət hesab kitabı çox inci olacaq, əzizlərim. Biz bəzi hallarda hər şeyi çox elə bizim dinləyici zarafata salırıq. Axirətdə görüşərik, axirətdə halal hesablaşarıq. Belə deyil, belə düşünməyək. Mən ola bilər düşünürəm ki, mən haqlıyam. Birdən saxladıq axirət hesab kitabına. Bəzi hallarda olur da, biri ilə mübahisən düşüb, sən özünü düz bilirsən, o da özünü düz bilir. Gəlirsən, məsələn, bir 2 nəfər, 3 nəfər bir ağıllı adamın yanında oturursan sərə söhbətə, söhbət əsnasında görürsən ki, sən demək, sən düz deyilsənmiş. Sənə sübut edirlər ki, sən düz deyilsən. İndi birdən məsələ qaldı axirətə, getdim, gördüm ki, doğrudan mən düz deyiləm. Dala qayıdış yox, halallıq yox. Onda necə olar vəziyyət? Ona görə ağıllı insanlar elə dünyada halallığı almağa çalışırlar. Müqəddəs Ərdəbilin atası razılaşdı. Dedi, mən razıyam ki, sənin o qızından evlənim. Bunu indi Müqəddəs Ərdəbilin anası danışır. Mənim atam özü də bir alim idi. Kəbinimizi oxudu. Müqəddəs Ərdəbili gəldi, otağa daxil olanda qayıtdı dala. Gəldi, dedi ki, bu kəbin batildir. Bu kəbin düzgün oxunmayıb. Niyə? Kəbinin şərtlərindən budur da, xüsusiyyətlər gizlədilməməlidir. Nə var? Deyilməlidir. Dedi, sən deyirdin ki, kardır. Girdim, gördüm, bu qız kar deyil. Deyirdin, kordur, kor deyil. Laldır, lal deyil. Şildir, deyirdin, bir ay parçasıdır. Sən dediyin kimi deyil. Bu kəbin batildir. Atası dedi ki, yox, elə mən necə demişəm, o cürdür. Kardır, heç vaxt qulağı qeybət eşitməyib. Kordur, heç vaxt naməhrəm görməyib. Lalda heç vaxt günah danışmayıb. Şikəsdir, şildir, heç vaxt mənim evimdən icazəsiz bir addım kənara qoymayıb. Deyir, indi Müqəddəs Ərdəbilin anası mən, Müqəddəs Ərdəbilin atası da o bir alma üçün kar-kor, şikəst bir xanımdan evlənməyə razı idi. Və deyir, o uşaq dünyaya gələndən bir dəfə olmadı ki, gecə ağlasın, mən qalxım ona süd vermək üçün və yaxud altın dəyişmək üçün dəstəmaz almadan mən ona süd verim. Hər gecənin vaxtında ayıldımsa, dəstəmaz aldım, sonra süd verdim ona. Bu da bir xanımlara nədir? Bir örnəkdir ki, məsələn, bu günləri bir mahnı, bir musiqi qoysunlar, uşağı yatışdırmaq üçün bir xaricin cürbəcür cizgi filmlərini veririk uşaqların əlinə, tək ki, səsi kəsilsin, ana rahat ev işlərini görə bilsin. Və o cizgi filmlərinin vasitəsilə hansı fəsadları ötürürlər sətr altı, onu bir Allah bilir də. Nə qədər fəsadlar şuuraltı ötürürlər bu günləri cəmiyyətə. Körpəliyindən ötürürlər uşaqların. Mən bu yaxınlarda bir dənə bir qohum evində bir uşağın cizgi filminə baxırdı, körpə uşaqdır, balaca uşaq. Dedilər, özü də bundan başqasına baxmır. Baxdım, dəhşətə gəldim ki, böyüyün baxa bilməyəcəyi bir cizgi filmidir. Cürbəcür yollarla bu günləri niyə bizim mənəviyyatımızı ayaqlar altına ata biliblər?
mənəviyyat tapdalanır. Xüsusilə şərq, müsəlman ölkələri mənəviyyata, ailəyə, böyük, kiçiyə bağlı bir cəmiyyət idi. Niyə bunlar tapdalanır, artadan gedir? Niyə hamı deyir ki, 20 il bundan qabaq avtobusa minəndə, metroya minəndə 5 yaş özündən böyük üçün ayağa qalxırdın. Bugünün gənci deyir ki, niyə mən yerimdən qalxmalıyam, pulumu vermişəm? Hər şey gətirdilər, hüquq üstündə istədilər nizamlasınlar. Qadın hüquqları, ailə hüquqları. Başa düşmədilər ki, mənəviyyat hüquqları həmişə üstəliyir. Ola bilər ki, bu şey sənin haqqındır. Amma ədəb nədir bəs? Ədəb ki, öz yeri var. Bizdə bir deyim vardı, deyir ki, yol böyüyündür, su kiçiyindir. Ağıllı kişilər deyir ki, kiçiyin ədəbi olsa elə su da böyüyündür. Hər şey qanunla nizamlanmır ki, bəzi şeylər ədəblə nizamlanır. Hər dəfə deyirik, bəzən gəlirlər, bəzilər var, məsciddə uzanırlar. Quran-ı Kərimi uzanan yerdə oxuyurlar. Deyirsən ki, Quranda harada yazılıb ki, Quranı uzanan yerdə oxumaq olmaz? Əzizim, hər şey Quranda yazılırlar ki. Bəs onda Allah hər şey bizə proqram versəydi, robotla məndə nə fərq olardı? Allah istəyir ki, mənim ədəbimə baxsın da bugün. Bu Qədr gecəsi mövzumuz elə budur. Allah mənim ədəbimə baxmaq istəyir bugün. Mən gedib yatsam, məni qiyamətdə döyərlər, cəza verərlər, yox. Ədəb budur ki, gəlmişəm, Allah, bu gecə sən Quran nazil edirsən. Ədəbin budur ki, mən də oyaq qalım sənə, Quranı qoyun başımın üstündə, deyim ki, bir şey, Allah. Ədəbi budur. Sual verirlər, harada yazılıb Quranı başa qoymaq? Quranı başa qoymaq haradasa yazılmağa şərt deyil ki. Biz də sual veririk, harada yazıblar günahsız uşaqların başını kəsmək, bombanı töküb öldürmək? Yazıblar Quranda, belə şey yazmayıblar. Sən Quranı başın üstünə qoymağı bir cinayət bilirsən, amma öz elədiyin cinayətləri heç görmürsən. Bu qədər zülümlər olunur, bu qədər məzlumlar viran qalır, evlər dağıdılır, məmləkətlər dağıdılır. Bunlar hamısı nədir? Bunlar ədəbdir, bunlar mənəviyyatdır, bunlar əxlaqdır. Ona görə Allah biz insanı bütün canlılardan fərqli olaraq düşüncə sahibi yaradıb. Deyir ki, mən sən uşaq deyilsən. Mən yadımdadır, institut illərində bir dəfə gəldim. Atamdan icazə aldım ki, dostlarımla, məsələn, filan rayona gedirəm, icazə verirsən. Dedi ki, sən daha uşaq deyilsən ki, özün götür qoy elə, gör bu iş olar ya olmaz. Özvə rəva bilirsən, o gedəcəyin yeri yoxsa yox. Bu mənim üçün bir ömürlük dərs oldu. Yəni, özvə rəva bilmədiyin yerə sən geri gözün qərar verəsən ki, getmək olmaz. Bunu da gəlib atadan soruşmazlar ki. Xanım gəlsin, həyat yoldaşına desin ki, mən filan məclisə gedim. Əgər o məclis sənin şənivə uyğun deyilsə, sənin onu həyat yoldaşından soruşmağın özü bir dənə ədəbsizlikdir. Sən onun sualını verməməliydin ki. Bəzi məsələlər var ki, Quranda onu axtarmaq özü ədəbsizlikdir. Allah görüm, sən yazmısan, burada olar, bu olmaz. Allah deyir, sən ayıb deyil, utanmırsan. Mənim Quranımı uzanan yerdə oxumağı axtarırsan ki, burada mən icazə vermişəm, verməmişəm. Allahın kitabıdır, əzəmət bilməlisən, hörmət bilməlisən buna. Dəyərlər, dəyəri olduğu üçün qorunur. Niyə biz himinimiz oxuyanda ayaq üstə dururuq? Bunu mütləq qanun nizamlamalıdır, yox. Sən öz vətənpərvərliyindən, dəyərlər və millətin dəyərlərini hörmət əlaməti olaraq ayaq üstə durursan. Buna xüsusi bir qanunvericilik yazmağa, konstitusiyada buradan xüsusi bir maddə ayırmağa ehtiyac yoxdur ki. İndi Quranda da gəlsin Allah üçün ki, mənim kitabıma uzanan yerdə oxumaq. Ayıbdır ki. Allah deyir, sən düşüncə sahibisən, təfəkkür sahibisən, öz ağlını kəsməlidir bu cür məsələləri. Ona görədir ki, Allah bizim bu gecədəki öz təqdimatımıza çox diqqət edəcək. Bizim bu gecə təqdimatımız çox önəmlidir Allahın yanında. Necə özümüzü təqdim edəcək? Və dediyim kimi, həmin o Müqəddəs Ərdəbili ki, o əzəmətdə bir alim idi. Deyir, gəlmişdi anasının ziyarətinə Ərdəbilə. Gəlmişdi anasının ziyarətinə Ərdəbilə.
Gəldi, anasını ziyarət elədi, anasından hal-əhvallaşdı. Ondan sonra dedi ki, anacan, mənə icazə ver, burada, bu şəhərdə bir nəfər filankəs adlı bir filan adam var, mən gedib onu da ziyarət eləməliyəm. Anası dedi ki, oğlum, amanın günüdür, getmə o qapıya. Getmə, o bir şərəfxordur, gündəlik içki içən adamdır, mərdimazar adamdır da, belə bizim dinləcək, hər gün içki içir, onun ağlı heç vaxt başında olmur, sən gedərsən, sənə birdən hörmətsizlik olunar orada, getmə, xahiş edirəm səndən onun qapısına. Dedi, yox, anacan, mənə vəzifədir ki, mən gedim onu başa çıxmalıyam. Çıxdı evindən, gəldi, soraq elədi, o evi tapdı, gəldi qapıya çağırdı, çağıranda həmin o şəxsin atası çıxdı qapıya. Atası çıxdı, Müqəddəs Ərdəbilini tanıyır. Ehtiram elədi, ağa, xoş gəlmişsən bizim qapıya, nə əcəb səndən bizim qapıda. Dedi ki, gəlmişəm oğluğu ziyarət eləmək üçün. Ata dedi ki, ağa, amanın günüdür, mənim oğlum şərəbxordur, daim məst olur, ağlı başında olmur. Sənə qurban olum, hörmətsizlik olar sənə. İşin olmasın ondan görüşmə. Baxın, əzizlərim, bir haşiyyətsə burada insan gərək bir cür yaşasın ki, ata, ana heç vaxt insan üçün xəcalət çəkməsin. İnsan bu cür yaşamalıdır. Xüsusilə cavan qardaşlarım, məsciddə bu günləri tövsiyəmdir. Bir cür yaşayaq ki, ata, ana bizə görə utanmasın. Xəcalət çəkməsinlər ki, mənim oğlum filan kəsdir, filan yerdədir. Və ata-ana səndən həmişə fəxr eləsin ki, oğlum laiqli evladdır, yaxşı evladdır, təhsilli evladdır, oturuşuna, duruşuna fikir verəndir, böyüklərə hörmət eləyəndir, ibadət əhlidir, İmam Hüseyin aşiqidir, onun əzadarlığında iştirak eləyəndir. Ata-ana bu cür səndən fəxr eləsin, xəcalət çəkməsin sənə görə. Ata xəcalət çəkirdi oğluna görə. Dedi, ağa, xahiş eləyirəm oğlumu, o məstdir bir dəqiqə otaqda, qalxar sənə hörmətsizlik eləyər. Müqəddəs Ərdəbili dedi ki, yox, oğlun day mənə bir şey gəlməz. Oğlun dünyasını dəyişib. Mən gəlmişəm, onun cənazə namazını qılım. Ata deyir, qayıtdı, girdi otağa, baxdı, gördü, həqiqətən oğlu dünyasını dəyişib. Gəldi, dedi ki, ağa, oğlum dünyasını dəyişib heç. Zaten onun bir qiyməti yox idi mənim yanımda. Onun varlığı ilə yoxluğunun mənə üçün heç bir əhəmiyyəti yoxdur. Dəyişibsə dəyişib heç. Mənə təəccüblü gələn budur ki, o əzəmətdə Müqəddəs Ərdəbili niyə gəlib onun cənazə namazına? Onun ki, heç bir ömür ayıq vaxt olmayıb. Həmişə məst olub. Dedi ki, bəli, mən ki, daxil olurdum şəhərə, insanlar eşitmişdi gəlişimi, hamı çıxmışdı pişvazıma, hamısı məni təntənə ilə qarşılayırdılar. Deyirsən, oğlun da damdaydı, baxırdı o məsələyə. Oradan baxdı, bir anlıq bir hal gəldi də ona. Bir anlıq bir hal gəldi ona. Baxdı, dedi ki, Allah, bu Müqəddəs Ərdəbiliyini bağışlamağa nə var? Hünərin var, məni bağışla. Hünərin var, məni bağışla. Deyir, indi mənə vacib olub, mən gəlmişəm onun cənazə namazında iştirak edeyim. İndi bu gecə bu qəlblə özümüzü Allaha tanıtdırıq. Allah bu günləri yaxşı bəndələrdir, mömin bəndələrdir bağışlamağa nə var ki? Bütün günah girdabının içində bir dənə də bəndun qoşulub, sənin bu yaxşı bəndələrə gəlib məscidə. İndi hünərdir məni bağışlamaq. Məni kimi günahkarı bağışla, nümunə olsun bütün bəşər məhlinə. Hamısına göstər ki, bax, mən bu cür günahkarı da bağışladım. Mənim rəhmətim belədir, mərhəmətim belədir. Mən bu cür günahkarda qapıma gəlsə qaytarmıram, bağışlayıram. Ona görə də bu gecələrdə, əzizlərim, xüsusi tövsiyə olunub bizlərə nə? Allahla səmimi bir məsələni qurmaq, Allahla bir səmimiyyət yaratmaq. Allah gəlmişəm və günahkaram və bilirəm,
Və əli boş gəlmişəm bu gecə qapıya. Ziyafətullahdır, qonaqlıqdır, dəvət eləmişəm. Mən gəlmişəm, amma əli boş gəlmişəm. Həzrət Səlman dünyasını dəyişəndə Həzrət Əli əleyhissalam gəldi, onun kəfəninin üstünə bir cümlə yazdı. Yazdı ki, Səlman, qəbrin əvvəl gecəsi, gəlsələr, səndən soruşsalar ki, Səlman, nə gətirmisən? Cavab verərsən ki, Kərəm qapısına gələn əli boş gələr. Dinən heç nəyim yoxdur. Səlmana deyirdi bunu ya. Bir ömür Peyğəmbərin yanında, bir ömür Həzrət Əmr əleyhissalamın yanında can fədaillərindəndir Səlman. Ona belə deyirdi ki, dinən mən əli boş gəlmişim. Bugün də biz gələydik ki, Allah, biz də əli boş gəlmişik. Amma günah yükü ilə gəlmişik. Bugün gəlmişik bağışlanmaq üçün, amma bugün gəlmişik başqa cür bağışlanaq. Bir cür bağışlanmaq üçün gəlmişəm ki, Allah, mümkündür bağışlayasan. Amma elə gəlmişəm, bir cür bağışla məni ki, utandırma. Elə bağışla məni ki, utandırma. Görərsən, bir dostla bir sözün olar, keçərsən için, amma bir üzvə vurar, sonra keçər. Deyə, bu filan işi gördün, gərək görməyəydin. Bir də görürsən, bir geniş qəlbli bir dost olur. Adamı elə bağışlayır, özünü elə aparır ki, güya ki, elə günahkar özü idi. Heç sənin günahın yoxdur. Bilirsən, sən səhv eləmişsən. Amma elə eləyir ki, güya ki, heç sənin səhvin yoxdur. Deyir, bu gecə Allahdan bunun üstünü. Deyir ki, Allah, məni bağışla, amma elə belə bağışlanmaq istəmirəm. Elə belə gündə gəlməmişəm ki, qapıya. Adi günlərdən deyir ki, mən tövbə eləyim, sən də mənə bağışlayasan. Bu gün xüsusi bir gündür. Bu gün aləmlər qarışıb bir-birinə, dəyib bir-birinə. Dünyanın nizamını qarışdırmışsan bu gün məni bağışlamaq üçün. Bu günü məni bağışlamaq üçün təyin eləməmsən, mən də gəlmişəm, bunu istəyirəm səndən. Elə bağışla məni ki, heç utandırma. Heç qiyamət hesab kitabında yadıma da salma nöqsanlarımı. Orada da səndən üzvöz gələndə xəcalət çəkmək istəmirəm. Peyğəmbərimin yanında utanmaq istəmirəm. İmamların yanında utanmaq istəmirəm. O zəvvarı olduğum imamlar var idi ya. İmam Hüseynin ki, mən göz yaşı tökmüşdüm. İstəmirəm bu gecə gəlim. Utanım məndə. İmam Hüseynin yanında məni utandırma. Bu gecə deyək ki, Allah, biz gəldik, bu qədərini biz bacardıq, bura qədər gəlməyi biz bacardıq. Bundan o yüzəsi sənin öhdündədir. İndi mən bir cür birtəhər bu bir illik çirkabın içində çapalayıb, bura gətirib çıxarmışam özümü. İndi Allah, sən tut mənim əlimdən. Sən tut mənim əlimdən ki, mən daha bir də çıxmayım, bu yoldan ayrılmayım, bir də o günah girdabına düşməyim. Bir alimlərdən birinin sözüdür. Böyük alimlərdən birinin sözüdür. Ona görə cəsarətli olsa mən deyəcəm. Deyirdi ki, adətən insanlar gəlir bugünkü gündə, deyirlər ki, Allah, mən bu gecəni fürsət bildim və gəldim. Həmin alim deyirdi ki, mən Qədr gecələrində demirəm, Allah, mən fürsət bilib gəlmişəm bu gecəni. Deyirəm ki, Allah, mən gəlmişəm, sənin üçün fürsətdir ya. Allah, sənin üçün fürsətdir. Tut əlimini. Böyük sözdür ya. Allah, sənin üçün fürsətdir. Mən azsam nə itirəcəksəm, mən qayıtsam nə olacaq? Amma mən azsam bədbəxt olacam. Sənin üçün fürsətdir. Gəlib çıxmışam, tut əlimdən. Buraxma məni dayı. Axı, mən bədbəxt oluram. Mən ayrılsam, məhv oluram. Həyatım məhv olur, axirətim məhv olur. Axı, sən də istəmirsən, mən yanım. Sən məni yanmaq üçün xəlq eləməmsən ki, sən məni sevərək xəlq eləmişsən. Amma bilirsən də zəifəm, iradəm zəifdir. Günah qabağında tabım yoxdur, taqətim yoxdur. İbadətə şövqüm yoxdur, zəifəm ibadətlərin qarşısında. Gəlmişəm bu gecə Allah bunları sənə etiraf eləmək üçün, bu gecə mənim əlimdən sən tutacaqsan. Və bu gecə 19 Ramazan Həzrət Əli əleyhissalamın zərbətləndiyi gündür. Bu gecənin şəhidindən Allah keçmir. Bu gecə bütün andlarımızı verək Həzrət Əli əleyhissalamın xatirinə. Çünki
rəvayətdə var, bir gün Peyğəmbərimizin yanına gəldi Həzrəti Əli əleyhissalam. Gəldi Peyğəmbərimizə xitabən dedi ki, ya Peyğəmbər, sənə fəda olum, namazda mən üçün dua ilə Allah məni bağışlasın. Baxın, o kişilər ki, məsumdular, heç bir dəfə günah zehinlərindən belə keçməyib, amma daim özünü günahkar bilirdilər. Peyğəmbərimiz buyururlar ki, hər gün 70 dəfə istiğfar edirdi. Peyğəmbər günah edirdi, haşa, nəuzubillah. 70 dəfə bəs nəyə günah istiğfar edirdi, nəyə tövbə edirdi Peyğəmbər? Tövbəsinin səbəbi nə idi? Təvazukarlıq. Yəni, Allah, mən özüm bir şey bilmirəm. Bəzən bizə deyirlər, gedirsiniz, qəbirləri ziyarət edirsiniz, imamları ziyarət edirsiniz. Niyə Allahı qoymusunuz, İmam Hüseyndən istəyirsiniz, Həzrət Əbəlfəzdən istəyirsiniz? Bunun cavabı bu da təvazukarlıq. Yəni, Allah, mən özüm bir şey bilmirəm, həddim də öl birbaşa sənə deyim. Üzüm qaradır, ona görə üzümə üz tutub gəlirəm qapıva. Məsumları üzümə tutub gəlirəm qapıva. Mənim öz üzüm yoxdur ki, səndən daha nə xahiş edeyim, nə qədər tövbə eləyib sındırmışam, nə qədər tövbəmi sındırmışam mən. İndi daha nə deyim sənə mən? Daha utanıram da sənə deməyə gəlmişəm ki, mən Həzrət Əbəlfəzlə deyim dərdimi. O mən üçün məğfirət diləsin Allahdan. Və bu günü Həzrət Əmir əleyhissalama deyək. Gəldi Peyğəmbərə, dedi ki, Peyğəmbər, məni üçün dua ilə Allah məni bağışlasın. Deyir, Peyğəmbər durdu, 2 rükət namaz qıldı, getdi səcdəyə. Səcdədə dua elədi. Allahümmə xfirli Əli bihaqqı Əli. Allah bağışla Əlini, səni and verirəm Əlinin haqqına. Həzrət Əmir əleyhissalam dedi, ya Rasulallah, sənə fəda olun, mən deyirəm, mən üçün dua eləsən, mənim haqqıma Allah and verirsən. Dedi, Əli can, Allahla mənim aramda səndən əziz bir şəxs yoxdur ki, mən ona and verim. Bizim ikimizin arasında ən əziz şəxs sənsən. İndi bugün biz də gedək, o əziz şəxsin qapısına ki, bu gecə 19 Ramazan onun zərbətləndiyi gündür. Namaz halında, mihrabda, sübh çağı o həzrəti Məlun İbn-i Mülzəm-i Muradi lənətullah əleyh zəhərli bir qılıncdan vurdu. Vaxt çox tutmaq istəmirəm. İnşallah qismət olsa növbəti qədir gecələrində bir neçə kəlmə danışarıq İbn-i Mülzəmin həyatı barəsində ki, kim idi? Bir kəlmə bunu deyim ki, İbn-i Mülzəm hətta sual verdilər, niyə Qədr gecəsində vurdun? Dedi, istədim savabım çox olsun. İbn-i Mülzəm gördüyü işin pisliyini dərk eləmirdi. O işi savab bir iş bilirdi. İnsan gör nə hala gəlib çata bilər ibadətlə. Bax, bunu xüsusi vurğulayıram. İbadətlə insan hansı hala gəlib çata bilər. Günahla gəlməmişdi ya İbn-i Mülzəm. Araq içməklə, qumar oynamaqla İbn-i Mülzəm olmamışdı ya. Tarix yazır ki, İbn-i Mülzəm o qədər namaz qılırdı, dizləri qabar bağlamışdı, o qədər oruç tuturdu, sümükləri çıxmışdı. Həmin İbn-i Mülzəmə nə olmuşdu ki, Həzrət Əli İbn Əbi Talib əleyhissalamı vurmağa gəlir, savab qəsdi ilə. Elə bilir ki, müstəhəb iş görür. Elə bilir Allah yolunda cihad edir. Ki, zamanəsini tanımamağı, başını salıb zikirlərin içinə Allahın həqiqətlərindən bir xəbər olmağı, əzəmətli şəxsləri həzm edə bilməməyi, ilahi hüccəti qəbul edə bilməməyi, tarixin əvvəl günündən, Həzrət Adəmdən başlayıb, qiyamətin gününə qədər Allahın ən böyük imtihanı Allah hüccətləridir. Şeytan Allaha ibadət eləyirdi, özü yaxşı ibadət eləyirdi. Gəldi bir dəfə Allah dedi ki, ibadətində dəyişiklik eləyirəm. İndi mənə yox, Adəmə səcdə elə. Dedi, Allah, sənə səcdə eləyirəm, amma Adəmə olmaz. Allah hüccətinə itaəti qəbul eləyə bilmədi. Tarix boyu Allah hüccətləri, peyğəmbərlər, imamlar, kim onlara itaət eləyə bilmədi? Onlar zəlalət yolunda oldular. İbn-i Mülzəm və İbn-i Mülzəm əqidəsində olanlar da Həzrət Əli şəxsiyyətini həzm eləyə bilmirdilər.
Peyğəmbərimizin barəsində var. Onun ən böyük düşmənlərindən biri kim idi Peyğəmbərimizin? Əbu Cəhl idi də. Əbu Cəhl deyir ki, deyirlər ki, bu Peyğəmbərdir də Əbu Cəhl, sən bundan döyüşürsən. Deyir ki, and ola Allahın, indi öz Allahını and etsin də, Lata and etsin də, Uzzaya and etsin də, öz Rəbbiləri var idi onlarında. Deyir də, and ola məsələn Lata, and ola Uzzaya, mən bilirəm ki, bu kişi Peyğəmbərə nişan verirdi. Bu dəqiqə desə ki, dağın dalında düşmən hazırdır, hücuma keçəcək, mən şəkkim yoxdur, inanıram. Və bu kişi deyir ki, mən Allah Rəsuluyam, inanın ki, yalan danışmağına mənim bir zərrə etimadım yoxdur. Bilirəm də yalan danışmır. Tütləbə bədbəxtçilik gün nədir? Deyirdi, həzm eləyə bilmirəm, Qureyşdən biri gəlsin, mənə rəhbərlik eləsin. Mən bunu həzm eləyə bilmirəm, etiraf eləyirdi. Tarix boyda o insanlar ki, əzəmətli insanları həzm eləyə bilmədilər, zəlalətə uğradılar. Problem burada oldu. Məsumları həzm eləyə bilmədilər. Allah hüccətlərini həzm eləyə bilmədilər. Həzrət Əli əleyhissalamın namaz qıldıq indi, bu gecənin zikrindir, hamılığına bir yerdir. Allahümmə lə'ən qatələ təmiril müminin. Allah Əli əleyhissalamın qatillərinə lənət eləcinə. Amma diqqət edək məsələyə, bu zikirdə biz nə deyirik? Demirik ki, Allah İbn-i Mülzəmə lənət eləcinə. Niyə bu zikri İmam Sadiq əleyhissalam öyrədəndə bizə deməyib ki, İbn-i Mülzəmə lənət oxuyun? Qatil İbn-i Mülzəmdir də. İmam deyir ki, Allah Əli əleyhissalamın qatillərinə lənət eləcinə. Yəni, tək İbn-i Mülzəmin işi deyil məsələ. Bəs nədir məsələ? O dövrün laqeyd cəmiyyəti hamısı İbn-i Mülzəmlə bərabərdir. Əgər bir cəmiyyətdə İbn-i Mülzəm qalxıb Allah hüccətini öldürə bilirsə, o cəmiyyət hamısı günahkardır. Gör, nə qədər laqeyddirlər ki, İbn-i Mülzəm buna cəsarət tapır. Nə qədər laqeyddirlər ki, Muaviyə gəlir İmam Həsəni şəhid eləyir. Nə qədər laqeyddirlər ki, Yezid gəlir İmam Hüseyni qətl eləyir. Ən azı 30 minin gözünün qabağında. İndi hamısı cinayətkardır, hamısı günahkardır mı? Yox. Bəli. Və tarix bu cür davam eləyir. Bütün dövrlərdə, bütün zamanlarda, hər vaxt bir zalim, bir məzlumu qətl eləyir və qalan cəmiyyət buna seyirci olaraq hətta bəzi hallarda məzlumun əleyhinə çıxıb zalimin tərəfində durmaqla fikir formalaşdırır, fikrini ortaya qoyur. Qiyamətdə elə o da İbn-i Mülzəm cərgəsindədir. Ehtiyac yoxdur ki, bu günləri imamı mənim gözümün qabağında qətl eləsinlər. Mən də öz mövqeyimi göstərim ki, ya imamın yanındayam, ya onun qarşısında durmuşam. Fərqi yoxdur. İmam yəni haqq. Hər vaxt haqq var, haqq əzilir və sən haqqın yoluna, haqqın cərgəsindəsənsə, eyni İbn-i Mülzəmsən. Buradakilərdən uzağa ümumi bir fikir edirəm mən. Mən bu cür olsam, mən bir İbn-i Mülzəməm. Ona görə bu gecə çox düşünməli gecədir. Yəni, bu gecənin mən sizə birdən istəsəz, acizana məndən soruşsunuz ki, ən yaxşı əməli hansıdır? Əməllər çoxdur. Ən yaxşı əməl budur, insan bu gecə bizim öz dilimizdən desək, papağın qabağına qoyub yaxşı fikirləşməkdir. Allahla öz arasında bir dənə yaxşı 10 dəqiqə kifayət eləyər. Baxın, bayaq dedik, o şərabxor bir anın o havası onu tutdu, həyatı dəyişdi, gəldi, nə oldu? Müqəddəs Ərdəbil ilə cənazə namazını qıldı. Bir an, o anları buraxmayaq əldən. İndi kədərləndin, qəlbin yumuşaldı, fürsət bil. Çünki hürlər, züheyrlər bir anın içində səadət əhli oldular. Bir anın içində. Bədbəxtçiliyin tam içindəydilər, uçurumun tam kənarındaydılar. Bir an o ab-o hava ki olardı, o his ki olardı, yarandı, onu dəyərləndirdilər. Və bu gecə
Səndə ki, o hiss yaranacaq, inşallah ki, yaranacaq, onu dəyərləndir. Dinən, vallah, fürsət anı indi yetişib. Gəldim, əlimdən möhkəm tut, fürsət bir də əlimdən buraxma ki. Bu gecəni dedik ki, Həzrətin zərbətlənən gecəsidir və 21 Ramazan Həzrətin şəhadət gecəsidir. Bu gecə sübh çağında o Həzrəti zərbətləyiblər. Həzrət Əmr əleyhissalamı namaz halındakən vurdular. Deyir, qan apardı, o Həzrəti qan apardı. Orada bir kəlmə dedi, Fustu və Rabbul Kəbə. And ola Kəbənin Allahına ki, səadətə çatdım, aram oldum, rahat oldum. Bəzi hallarda mən bu sözü demişik əvvəllərdə, bəzi hallarda bunu bu cür məna eləyirlər ki, Həzrət Əmr əleyhissalam bezmişdi cəmiyyətdən. Bu mənadır ki, yəni şükür canım qutardı. O əzəmətli kişilərə layiq söz deyil bu. Onlar yük altında belləri sınan kişilər deyirlər. Onlar cəmiyyətin haqsızlıqlarından yorulan insanlar, şikayət edən insanlar deyirlər. Bir dəfə o Həzrətin tarixdə var, bir dəfə Peyğəmbər zamanında o ki, haqqı tapdanırdı. Peyğəmbər özü dedi, ya əmir, bu ümmətə ki, sənə bu qədər haqsızlıqlar olunur, zülm olunur, bir bəddua ilə bunları. Çünki Peyğəmbərin həyatında bir dəfə də yoxdur da Peyğəmbər bəddua eləsin. Öncəki Peyğəmbərlərdə olub, amma İslam Peyğəmbəri, sonuncu Peyğəmbər heç vaxt bəddua eləməyib. Çünki rəhmətən lil aləmindir. Dedi, ya əmir, ən yaxşı şagirdidir, istəyir, indi onu bir sınağa çəksin. Bunları bəddua ilə ki, bu qədər sənə haqsızlıqlar olunur. Həzrət gecə ibadətindən qayıtdı, gəldi, ya Rəsulum, dua elədim. Dedi, nə dua elədim? Dedi, ümmət üçün bəddua elədim. Nə idi bədduan, ya əmir? Deyir, Allahdan istədim ki, Allah məni onların əlindən alsın. Onların özünə bəddua eləmir, ha? Deyir ki, dəyər əllərindən alınsın, başa düşsünlər ki, nə itirdilər. Bilsinlər ki, Allah hüccəti nədir, nə qədər dəyərlidir. Allah hüccəti Allahın elə-belə hədiyyəsidir, elə-belə neymətdir. Başa düşsünlər ki, Həzrət Əli gedəndə, İmam Həsən gedəndə Maviyə Yezid gələr, sonra rəhbər olur onlara. Onlara zülm eləyər, onların dinini bərbad eləyər, onların dinini təfrih eləyər, dəyişər. Və bu gecə ki, deyirdi, Fustu və Rabbul Kəbə, Allahım, and ola Kəbənin Allahına ki, mən bu gecə səadəti yetişdim. Yəni, ömrüm yekunu şəhadətlə bitdi. Bir ömür bunu üçün yaşayırdım, şükür ki, şəhadətlə dünyadan köçürəm. Buna sevinirdi, buna Allaha təşəkkür edirdi. Və Həzrəti İmam Həsən ağa, İmam Hüseyin ağa aparırlar evə. Qoluna giriblər, qan aparır Həzrəti, huşdan gedir, güc taqəti qalmayıb. Deyirlər, gəldi evin qabağına çatanda Həzrət Əli əleyhissalam dedi ki, oğlum Həsən, Hüseyin, məni qoyun, istəyirəm öz ayağımdan evə daxil olum. Dedilər, atacan sənin, axı taqətin yoxdur, öz ayağının üstündə evə daxil olmaq üçün sənin taqətin yoxdur. Burada ki, yox. İcazə verin, mən evə öz ayağımdan daxil olum. Çünki qızım Zeynəb bir dəfə xanım Zəhranın o yaralı halını görüb, istəmirəm məni də bu halda görsün. Da onun taqəti buna qalmaz. İndi biz dedik ki, ya Əmirəl-Müminin, orada taqətin qalmadı ki, Zeynəb səni o halətünlə görsün ki, yaralısan. Amma bir də gələydin Kərbəlada görəydin ki, xanım Zeynəb Balon Hüseynin
parça-parça olmuş o bədənini, günlər altında qalmış o boğazı kəsilmiş, kəfənsiz, başsız bədəni görəndə necə səbr elədi, necə dözdü, necə taqəti olduğunu. Həzrətin deyir, son anlarıdır. Çağırıb bütün evladlarını, oğlum Həsən, bütün balalarımı çağır, onlarla mən vidalaşmaq istəyirəm. Bir Həzrət Əmr əleyhissalam açdı gözlərini, baxdı, gördü. İmam Həsən buradadır, İmam Hüseyin buradadır, xanım Zeynəb salamullah aleyhə buradadır, evladlar buradadır. Bir də baxdı, gördü Həzrəti Əbəlfəzl yoxdur. Dedi, bəs oğlum Həsən, qardaşın Əbəlfəz hardadır? Dedi, atacan, mən çağırmışdım, indi baxaram. Gəldi, gördü Həzrət Əbəlfəzl ağa bir otağın birinə çəkilib, xəlvət eləyib, başını qoyub elə məzlum ağlayır Həzrət Əbəlfəzl. İmam Həsən ağa gəldi, dedi ki, qardaş, bəs atam ki çağırmışdı, sən niyə gəlmədin? Dedi, qardaş, Həsən, orada Fatimə balaları cəm olub, mən xəcalət çəkirəm, mən özümü onlarla bir cərgəyə qoyam. Mən özümü layiq bilmirəm, mən sizin nökərinizəm. Həzrət Əli balalarını çağırıb, mən özümü onun balalarının nökəri bilirəm. Mən onun balaları ilə bir cərgədə dura bilmərəm. Dedi, yox, atam dəvəti var, gələsən gedək. Dilər Həzrət Əbəlfəz gəldi, ədəblə gəldi, oturdu ayaq tərəfində. Həzrətin ayaqlarından öpdü, dedi, atacan, əmr eləmişsiniz, gəlmişəm, dedi, oğlum Əbəlfəz yaxın gəl, yaxın gəl. Çağırdı İmam Hüseyin əleyhissalamın, tutdu əlindən, Həzrət Əbəlfəzin əlindən. İmam Hüseyin ağanın adətən ata əzizlərim necə olar? Vidalaşanda, vəsiyyət eləyəndə kiçik oğlu böyük oğula tapşırır. Həzrət Əli əleyhissalam İmam Hüseynin ağanın əlini qoydu Həzrət Əbəlfəzlin oğuzuna, dedi ki, oğlum Əbəlfəz, Aşura günündə Kərbəlada qardaşın Hüseyndən müğayət ola, əlini buraxma. Dillər Həzrət Əbəlfəzlin qollarını qələm ediblər, atdan düşüb, elə ki İmam Hüseyin ağa gəldi başının üstünə, bir xəcalətlə başını qaldırdı, üzü Nəcəfə sarı, dedi, atacan, ya əmir-el-müminin, şahid ol, əllərim yoxdur ya, olsaydı əllərini buraxmazdı. Ələ-lə ənətullah, ələ olsun.